Azərbaycan Minalar əleyhinə kampaniyanın rəhbəri Hafiz Səfixanov bugün keçirdiyi mətbuat konfransında ötən il dünyada 320 min piyada, 90 bin tank əleyhinə mina məhv edildiyini deyib. 90 min kvadrat kilometr ərazi təmizlənərək insanların istifadəsinə verilib. 2011-ci ildən etibarən dünyada minadan zərər çəkənlərinin sayının azalmağa başladığı vurğulanıb. 2001-ci ildə dünyada minadan hər gün 32 insan zərər görürdüsə, 2012-ci ildə bu rəqəm 12-yə enib. Dünya miqyasında minaların təmizlənməsinə 662 milyon dollar vəsait ayrılıb. Azərbaycanda minalı sahələr 500 mindən çox insanı əhatə edir. Minalar və partlamamış sursatlardan zərər çəkənlər təkcə müharibə getmiş zonalarda yox, ondan çox kənardakı ərazilərdə də olur. 11 ay ərzində 14 hadisə nəticəsində 18 nəfər yaralanıbdır, 18 nəfər zərər çəkibdir. Bunlardan 2 nəfər mülki şəxs həlak olub, 4 nəfər mülki şəxs yaralanıb. Bu yaralanan mülki şəxslərdən biri 15 yaşında uşaqdır. Hərbiçilərdən 3 nəfər həlak olub, 6 nəfər yaralanıbdır. 2011-ci ildə analoji dövrdə 11 ayında deməli 3 nəfər mülki şəxs olmaqla 4 nəfər həlak olmuşdu və 6 nəfər yaralanmışdı. Müqayisə elədikdə bu il keçən ilki statistikadan çoxdur. Ümumilikdə götürdükdə Azərbaycandakı tendensiya dünyadakı tendensiyadan fərqlənir. Çünki dünyada mina qurbanlarına düşən insanların arasında mülki şəxslər çoxluq təşkil edir. Amma bizdə təəssüflər olsun ki, hərbiçilər çoxdur. Və bu da sırf deyək ki, belə Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı məsələdir. Və elə bilirəm ki, bu məsələ həll olunmayınca təəssüflər olsun ki, biz bu statistikanı aparmalı olacağıq. Qeyd edək ki, kampaniya minadan zərər çəkən əlillərin şəxsi biznesini qura bilməsi üçün də fəaliyyət göstərir. İsveçrə Mina Qurbanları Assosiasiyasının 17 min avro maliyyə dəstəyi ilə 7 mina qurbanına sahibkarlıq fəaliyyəti üçün yardım edilib.